Salam, gəlin yeni topludan 54-cü sualın izahına baxaq. Demək bizə verir ki, ABC bərabər tərəfli üçbucağında K nöqtəsi üçbucağın medianlarının kəsişmə nöqtəsidir. KM AC-yə perpendikulyardır, KN BC-yə perpendikulyardır. APK bucağının sinusun 0,7 verib. KM üstəgəlsin, KN üstəgəlsin, KP bərabər 48 olarsa, üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu tapın. İndi gəlin həllinə baxaq. Demək, bərabər tərəfli üçbucaqda ABC üçbucağı və medianların kəsmə nöqtəsini K ilə işarə edib. K-dan hündürlüklər çəkib tərəflərə. İndi gəlin, üçüncü hündürlükdə biz çəkək. Bunu belə çəkirəm. Burada bir H deyirəm. İndi gəlin, yazaq. Bura bir alfa deyim və sinus alfa bərabərdir 0,7-yə. KP-yə x deyək. HK-ya isə y deyək. O zaman sinus nəyə bərabər olar? Yəni, düzbucaqlı üçbucaqda sinus qarşı katetin hipotenusa olan nisbətinə bərabərdir. Qarşı katet y-dir. Y-in hipotenus, yəni x-a nisbəti bərabərdir 0,7-də 7 kimi yaza bilərik. İndi y-ə 7k deyək, x-a isə 10k deyək. Gətirib yerinə qoyaq. Demək, x oldu 10k, y oldu 7k. Və yadınızda saxlayın ki, bu bərabər tərəfli üçbucaqdırsa və medianların kəsmə nöqtəsindən tərəfləri hündürlüyü çəkilibsə, onda o hündürlüklər bir-birinə bərabərdir. Yəni, HK bərabərdir KN, o da bərabərdir KM. Bunu yadınızda saxlayın. O zaman KM də 7k olar. KN də 7k olar. İndi gətirib burada yerinə qoyub yazaq. KM oldu 7k, üstə gəlsin KN 7k, üstə gəlsin KP, yəni 10k bərabərdir 48-ə. Bunları toplayaq. Demək 24k bərabər oldu 48-ə. K-nı tapsaq, K bərabər olar 2-yə. K-nı 2 tapdıq. Gətirib yerinə qoyuram burada. Edir 14. Demək, bunlar 14-ə bərabərdir və bizdən bu üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu istəyir. Yəni, bizdən eri istəyir. İndi, gəlin buradan B ilə K-nı birləşdirək. Bu median olduğuna görə biz medianın xassəsindən istifadə etməliyik. Median dedik ki, 2-nin təpədən başlayaraq 2-nin 1-ə nisbətində bölür. İndi, baxaq, əgər bura 14 isə, o zaman burada 28 olar. Yadınızda saxlayın ki, bərabər tərəfli üçbucaqdan üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu həmin ki, bu 2-nin nisbətinə bölündüyü nə bərabər olacaq? Yəni, r bərabər olacaq 28-ə. Bəs bizə daxilə çəkilmiş çevrənin radiusunu istəsəydi, o zaman bu 1 nisbəti olardı, yəni 14 olardı. Bizdən xarici çəkilmiş çevrənin radiusunu istədiyinə görə biz 28-i götürəcəyik. Yəni, cavabımız olur 28.